Allah. Açıq nömrə ilə yığmaq istədim, ürəyim gəlmədi. Atam. Niyə? Mən öləndən sonra birdən yadıma düşərəm, kədərlənib eləyərsən, lazımdır gör. Sən mənim yadıma düşərdin, niyə kədərlənirəm ki? Atamın qəbri üçün ağlayacaqsan, tanışam məni ağlayacaqsan. Ağlamayacağım, zato amma sevinəcəm. Allaha dəng eləyənin biri yoxa çıxdı. Sənə nə qədər adam zəng eləyib əgən? Heç nə qədər qələt eləyərlər. Səndən başqa hamı qələt eləyir. Ay can, öpürəm mən səni, atamı bağışlı icazəsiz öpdüm ha, çox sağ ol yenə, mən hörmət qoyduğuma görə. Çox sağ ol. Ay sən, hansız o uşaqların bu dəqiqə qardaşım yoxdur da, tosun onların trikoludur. Trikol sıxırsınız mənə. Ya əmim oğludur, ya xalam oğludur. Allah eləməsin. Hələ nə fərqi var, mən də sənin əmin oğlu söhbət elədə. Vəziyyətin zadın nə sərdir? Mırtdanırsınız mənə. Allah eləməsin, mırtdanmaq bizə yaraşmaz, ayıb da görür. Harada oturmuşsunuz, düzün deyin, kimdir danışan? Hələ yasamalıyıq, kaktusda çay sürüyormuşsun. Yasamalda kaktusda. Nə vaxt getdiniz, çıxdınız ora? Hələ dünən nə bilet almışdıq, xarici pasportumuz da. Nə olsun, bilirəm, bayıldaydılar. Xarici pasportumuz da var, hələ dünən nə bilet almışdıq, gəldik burada. Hay Allah. Sən nə işləyirsən indi, adı boy verin, değil mi? Hələ İsrağa gün bayıldıydıq da, aparmışdılar bizi, gənə xərəbi aparmışdılar. Həli. Salmışdılar xələtqiyə gənə, sonra yetimləri ilə idik. Sonra yetimi kim dayı bala? Sonra yetimləri, yetimi yox, hamımız oradaydıq. Sonra yetimləri. Sonra yetimləri şeydir də, o Ramindir, Xəyaldır, Mayır kişinin oğludur. Tanımırsan bəgəm onu, sonra yetimləri. Hansı kəndə zəng edirsən? Necə bəgəm? Sən hansı kənddən danışırsan? Fərqi nedir Bakıya qurban olun, Bakının 32 kəndi var, hamısı mənlikdir də, nə dəxli var ki? Bayaq dedi xaraba qalsın, indi deyir ki mənlikdir. Hə, neynim, ölüb gedirəm də, danışığımı itirmişəm, saç-baş olmuşam, neynim mən? Yaxşı, ölüb gedirsən, öl, Allah sənə rəhmət eləsin. Allah ölənlərə rəhmət eləsin. Zarafat elədik. Aha. Bir insan kimi qulaq astın sənə. Sağ ol yenə. Taçdı da zəng eləmə. Hə, mənim gözüm üstə, atamın qəbri üçün bir də yığmayacam səni. Amma bir dənə mənə salidin sağ olla işinə də, belə elə bil ki, 3 gündən sonra doğrudan öləcəm. Elə öləcəm, həqiqətən. Bəlkə televizorda zətdə işləyəcəksən, biri ölüb telefon manyak idi, deyəcəksən, bu mənə də zəng vurmuşdu. Adı da Mirseymur. Hə, adı da Mirseymur. Darıxma yenə, 3 gündən sonra heç xəbərə bax yenə. Özüm atacam, ya da qanlı yol atacam özümü. Sən nə məqsədlə atırsan, özü, nə qırasın? Nə bilim, bezmişəm də, belə həyat olar. Bir dənə dərdimi danışmaqadan tapıram. Neyniyim mən Qaragül? Neyniyim axı? Sən də ki, buradan deyirsən, ged öl, rəhmətə ged. Allah canımı sağ eləsin. Sağ ol, qulaq açdın mənə, gənə qulaq yoldaşı oldun mən üçün. Hə, yaxşı. Hə. İndi nə deyirsən, mən ölüm gedeyim? Özün bilərsən. Mən kiməm o bilim, Allah bilər, o öləcəm, qalacam. Amma bir iki mədamı bəy atamın qəbri üçün gedirəm 3 günə.